bugün sizlə Vygotsky nəzəriyyəsini izah edəcəm. Vygotsky nəzəriyyəsi yaxın inkişaf zonası və yaxud da sosial inkişaf nəzəriyyəsi adlanır. Bu nəzəriyyəyə görə uşaqlarda öyrənmə başqa insanların köməyi ilə olduqda daha effektiv şəkildə baş verir. Sırf bu baxımdan da Vygotsky nəzəriyyəsi Piaget nəzəriyyəsinin zidd hesab olunur. Çünki Piaget deyirdi ki, uşaqlarda öyrənmə yalnız özlərinin öyrənməsi, özlərinin kəşf etməsi əsasında daha effektiv şəkildə baş verir. Yaxşı, bəs yaxın inkişaf zonasında nədən danışılır? Ümumiyyətlə, yaxın inkişaf zonası nədir? Yaxın inkişaf zonası şagirdin hal-hazırda bildiyi bir bacarıqla müəyyən bir müddət sonra bacarmaq istədiyi iş arasındakı, bacarıq arasındakı öyrənmə dövrüdür. Başqa sözlə desək, yaxın inkişaf zonası bir dövrdür. Həmin dövrdə isə şagirdə qısa müddətli, yəni müəyyən bir yerə qədər müvəqqəti dəstək göstərilir ki, bu proses də scaffoldinglik adlanır. Məsələn, birinci sinifdə oxuyan şagird süxətdən, deyək ki, A hərfini yazmağı öyrənir. Bunun üçün ya müəllim ona kömək edəcək, ya da ki, süxətdən istifadə edəcək. Süxətdəki o qırıq-qırıq xəttlərin üzərindən gedərək, müəyyən bir dövrə qədər həmin o xəttlərin üzərindən təkər-təkər gedərək A hərfini sərbəst şəkildə yazmağı öyrənir. Və ya müəllimin dəstəyi ilə, müəllim onun əlindən tutur, müəyyən bir zamana qədər A hərfini ona əlindən tutaraq yazmağı öyrədir, ta ki, uşaq özü sərbəst şəkildə A hərfini yazmağı bacarana qədər. Baxın, bu proses scaffoldinglik adlanır. Həmin o prosesin baş verdiyi dövr isə yaxın inkişaf zonası adlanır. Bəs yaxşı, scaffolding rolunda kimlər çıxış eləyə bilər? Bu rolda müəllim də çıxış eləyə bilər, valideynlər də çıxış eləyə bilər. Başqa sözlə desək, şagirdin öyrənmək istədiyi bacarıq nədirsə, həmin bacarıqla bağlı şagirddən daha artıq, daha çox bilən birinin şagirdə müvəqqəti olaraq yardım göstərməsidir scaffoldinglik.